Salam kiçik dostlar. Mən Aqilə Uyğur. Bugün sizlərə Taycağın Dəryadın Ötüşü deyən kitabını oxub verək. Axmaq adam bilən çaşqın. Bunun bir axmaq adam var ekan. Onun öyüd çaşqınlar nəhayət köp olub, məyli o öyüd işlikilkə tutsun, məyli öyüdə aram alğan günlər olsun, çaşqınlar haman özlərinin əskəliklərini qılıveribdi. Axmaq adam amalsız gəlib, axır müşkdən birini sitopdu. Bu müşk intayın çıraylıq ekan. Tot putunun uçu apbaq bulub, xudda Aqbay Baxçı olğanda göründükən. Müşk nəhayət sərgör olub, ikiz öydə bolsun bulmuşsun, tınım tapmayı çaşqın tutudikən. Axmaq adam müşk tutub bərgən çaşqınlarının göşü bilən teresini seçiş arqılıq xeyli bayı bulub qapdı. O cuğulğan pullarga ön alğıdan birini sitivapdı. Bir günü o müşkünün yanğan avazını ön alğı köçürüvelib, müşkünü sitivatsa o yeydiğin aşıqlım tecep qalalayken mən. Onun üstüge yeni bürünqidek pul tapalayken mən. Dep oylapdı da ertesi müşkünü apırıp setivedipdi. Şunundan keyin o her gün ön alğını çaşqınlarının olsun aldıq koyup avazını boluşuğuca koyuvedipdi. O da 5 gün ötüptü. Olsun aldıdaki ön alğıdan çıqqan müşkünün avazdan korkup ketken çaşqınlar oğuzdan çıqanmayı açlıqda öləydi. Bununla çidiylmağan bir çaşqın əgər müşündaq türü versə kendimiz ölüp digəyməz. Onundan görə mən çıxıb köz tıpaqay. Tapdı da mağdur sinip ketken iki putun aran ötkep tüşükten 5'ini çıkarıp öyüşçinin köz tuttu. Karısı öydü müşük yok, miyanlığın avaz bolsa ön alğıdan çıqıvatqan iken. Qatdı xuşal bolup ketken çaşqan bu xuş xəbərini həmrahlarga yetkizibdi. Korsaqlar içip ketken çaşqınlar özündən yügürüşüp çıxıb bəziləri tağardaki açlıqqa, bəziləri axmaq adamının kiyim-kecəkləriga hücum qıpdı. Açlıqlarını yeyib çiçib kiyim-kecəklərinin həmmisini qardan çıxartdı. Ön alğı bolsa ondan qozğalmasını miyanla verirdi. Axmaq adam ölçüt veyrancılığını görüp püçəmanını aldığın qaşda balına yuturub qıpdı. Qağa bilən müşkünün dostluğu. Bir qağa müşk bilən cancigar dost buluşdu. Onlar ormanlıqdaki bir töp dərəxtəgidə hər gün şirin söhbətlər quruşatdı. Bir gün manım uşundaq muğdişib durğan çağda Iraqdan bir kaplanın özləri tərəf qarab gelatqanlığını görüb qilişdi. Qağa purudu uçub dərəxtinin ən yuqarı şıqığa qonup aldı. Müşk bolsa nime qilishini bilmey dərəxt çırmışıb aran degəndə dərəxtinin tövəndiki bir dal şıqığa çıxıb aldı da yopurmaqlar arasığa yöçündü. Və qağa yılınıb, dostum, xəb astıda oturubdu mənə. Senin yardımına ki muhtac mən. Bir ilaç qılıb mənə bu qorqunçluq əhvaldan qutquzu al, dedi. Şu dərəxtə yaxın yerdə padişahlar var idi. Qağa uçub berib Şu dərəxtə yaxın yerdə padişahlar var idi. Qağa uçub berib padişahının bir ihtinin beşağı qandı bilən ötdü. İhtlər qağını tutulmaqçı olub o yeri yügürdü. Şundaqlab qağa uçub ihtlərini heliqə dərəxtinin yanına başlap gəldi. Bu çağda kaplan müşkünü yeməkçi olub dururdu. İhtlər onun araqsızdan qoğulab getdi. Şundaq qılıb qağa öz dostu müşkünü halakətdən qutquzdu.